Salam əziz dostlar, mən Şəhva. Bugün Qıraq Xeyramı 3-cü bölümü ilə bərabər və bugün qaldığımız yerdən davam edirik. 141-də qalmışdı. Neysə, məndə də belə bir şey var. Çox yandıca suyuram. Eybi yox. Əsas o da oxuyaq. 22:50-dir. Çalışaq bir 23:15-ə, 20-yə qədər tutaraq. Çünki vaxtım o qədər də çox deyil. Və hələ bu bizim 3-cü bölümümüzdür. Bildiyiniz kimi demişdim, oyunlara görə videolar az gələ bilər. Amma çalışacağım ki, deməli, mayın 15-i artıq video gəlsin. Və bəli, başlayaq oxumağı uzatmayaq. Getdik. 141. Onlar İbrahim, Yəqub və övladı bir ümmət, cəmaat idilər ki, keçib getdilər. Onların qazandıqları əməllər özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz. 142. Mədinədəki Yəhudi və münafiqlərdən ağılsız adamlar deyəcəklər: Müsəlmanları əvvəlcə üst tutduqları qiblədən Beytül-Müqəddəsdən döndərən nədir? Ya Rəsulum, onların cavabında de, şərqdə, qərbdə Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər. 143. Ey müsəlmanlar, beləliklə də sizi ədalətli və seçilmiş bir ümmət etdik ki, insanların əməllərinə qiyamətdə şahid olasınız. Peyğəmbər də Muhammed əleyhissalam da sizə şahid olsun. Ya Rəsulum, indi yönəldiyin qibləni, Kəbəni yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırt etmək üçün qibləni təyin etdi. Bu, qibləni Beytül-Müqəddəsdən Kəbəyə tərəf çevirmək ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı bundan əvvəl Beytül-Müqəddəsə üst tutaraq qıldığınız namazlarınızı əvəzsiz buraxmaz. Allah insanlara qarşı əlbəttə mehribandır, mərhəmətlidir. Daşlar, ola bilər ki, oxuyanda məsələn bir pauzalar falan ola bilər. Ola bilər ya su içirəm, ya duruxuram. Neysə, yəni ona baxmayın. Neysə, davam edək. 144. Bir dənə kadrdan izləyək. 144. Ya Rəsulum, biz sənin üzünü göyə tərəf çevrildiyini görürük. Ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül Hərama tərəf çevir. Ey müsəlmanlar, harada olsanız namaz vaxtı üzünüzü oraya döndərin. Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir. 145. Ya Rəsulum, sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabi olmazlar. Sən də onların qibləsinə tabi olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üst tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də şübhəsiz ki, zalimlardan sayılarsan. 16. Kitab, Tövrat və İncil verdiyimiz şəxslər onu, Muhammədi öz oğullarını tanıdıqları kimi tanıyırlar. Buna baxmayaraq, onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir. 147. Ya Rəsulum, haqq sənin Rəbbindədir. Buna heç vaxt şübhə edənlərdən olma. 148. Hər kəsin, hər ümmətin üst tutduğu bir qibləsi var. Ey müsəlmanlar, yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Harada olursunuzsa olun. Allah sizi qiyamətdə bir yerə toplayacaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. 149. Ya Rəsulum, hər hansı bir yerə getdikdə namaz vaxtı üzünü Məscidül Hərama, Kəbəyə tərəf çevir. Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir. 150. Ya Rəsulum,
Haradan səfərə çıxsan, namaz vaxtı üzünü Məscidül Hərama tərəf çevir. Ey müsəlmanlar, harada olsanız, üzünüzü o tərəfə döndərin ki, özlərinə zülm edənlərdən başqaları sizə yad tutmasınlar. Siz onlardan deyil, məndən qorxun. Mən də sizə olan neymətimi tamamlayım, artırım ki, siz haqq yolu tapasınız. 151. Həmçinin neymətimizə tamamlamaq məqsədi ilə sizə ayələrimizi oxumaq, sizi günahlardan təmizləmək, kitabı, Quranı, hikməti, şəriəti, halalla haramı və bilmədiklərinizi öyrətmək üçün sizə öz çərinizdən olan bir peyğəmbər göndərdi. 152. Belə olduqda siz itaətlə məni xatırlayın ki, mən də sizi yada salım. Mənə şükür edin, məni danmayın. 153. Ey iman gətirənlər, səbir və dua ilə namazla Allahdan kömək diləyin. Çünki Allah səbr edənlərlədir, onların dostudur. 154. Allah yolunda öldürülənlərə, şəhid olanlara ölü deməyin. Əksinə, onlar Allahın dərgahında diridirlər. Lakin siz bunu dərk etmirsiniz. 155. Əlbəttə, biz sizi biraz qorxu, biraz aclıq, biraz can övlad və məhsul qıtlığı ilə imtihan edərik. Ya Rəsulüm, belə imtihanlara səbr edən şəxslərə müjdə ver. 156. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman biz Allah'ınıq, Allah'ın bəndələriyik və öləndən sonra ona tərəf, onun dərgahına qayıdacaq deyirlər. 157. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət, cənnət gözləyir. Onlar doğru yolda olanlardır. 158. Ey möminlər, həqiqətən səfa və bərvə əlamətlərindəndir. İbadət nişanələrindəndir. Evi, Kəbəni, həc və ya ümrə yolu ilə qaydası ilə ziyarət edən şəxsin bunları təvaf etməsində, ətrafına dolanmasında heç bir günah yoxdur. Hər kəs vacibdən əlavə könüllü olaraq yaxşı bir iş görərsə, Allah onun etdiyi yaxşı işdən razı qalandır. Əvəzini verəndir, onu biləndir. 159. Kitabda, Tövratda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar. 160. Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və Tövratda buyurduqlarımı bəlli edənləri əhv edərəm. Mən tövbələrimi qəbul edənəm, mərhəmətliyəm. 161. Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin, bütün insanların lənəti olsun. 162. Onlar həmişəlik lənət içərisində qalarlar. Qiyamətdə onların əzabı əskilməz və üzlərinə də baxılmaz. Üzrləri qəbul olunmaz. 163. Sizin tanrınız bir olan Allahdır. Ondan başqa tanrı yoxdur. O rəhimlidir, mərhəmətlidir. 164. Həqiqətən göyləri və yeri yaradılmasında, gecə ilə gündüzü bir-biri ilə əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmiləri dənizdə üzməsində, quruya yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında rab edilmiş küləyin və buludları bir səmtdən başqa səmtə döndərilməsində Allahın hikmət və qüdrətinə dəlalət edən əlamətlər vardır. 165. İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub, onlara Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər özlərində zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüvvət və qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. 166. O zaman tabe olunmuşlar, bütpərəstlərin rəisləri tabe olanlardan, bütpərəstlərdən uzaqlaşacaq. Onların hamısı qiyamətdəki əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır. 167.
O zaman bütpərəstlərə tabe olarlar. Əgər bir də dünyaya qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq deyərlər. Beləcə qiyamətdə Allah onların əməllərini yalnız həsrətdə, peşmançılıqda ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər. 168. Ey insanlar, yer üzündəki qidaları təmiz, halal olanlarından yiyin. Şeytanın izi ilə getməyin. Həqiqətən o şeytan sizinlə açıq-açığına düşməndir. 169. O sizə ancaq pis və murdar, həyasız işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər. 170. Onlara, bütpərəstlərə Allahın göndərdiyinə, Qurana tabi olun deyildiyi zaman onlar biz ancaq atalarımızın getdiyi yola gedəcəyik deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? Yenə də mi onlara tabi olacaqlar? 171. Kafirlər səda və nidadan, çığırtı və bağırtıdan başqa bir şey anlamayanlara, heyvanlara bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər. 172. Ey iman gətirənlər, sizə verdiyimiz ruzilərdən təmiz və halalından yiyin. Əgər Allaha ibarət edirsinizsə, bu nemətlərə görə ona şükür edin. 173. O Allah sizə ölmüş heyvanı, axar qanı, donuz ətini və Allahdan başqasının adı ilə, bütləri və s. adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir. Lakin dağlac qaldıqda, başqasının malını zorla mənimsəmədən və həddə aşmadan, zəruri ehtiyac ödəyənə qədər bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir. 174. Allahın nazil etdiyi kitabda, Tövratda və İncildə olanları, Peyğəmbərin vəsfini gizlədənləri və onun müqabilində biraz para alanları yedikləri qarınlarında ancaq ona görəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, onları təmizliyə çıxarmaz, onları şiddətli əzab gözləyir. 175. Onlar doğru yol əvəzində zəlalət yolunu, bağışlanmaq əvəzində əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbirlidirlər. 176. Bu, əzab ondan ötürüdür ki, Allah kitabı, Tövratı, İncili və ya Quranı haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar onun hökmlərini bəzisini qəbul, bəzisini rədd edərlər, bəzisini gizlədərlər, bəzisini isə təhrif edib dəyişdirərlər. Şübhəsiz ki, həqiqətdən uzaq bir nifaq içərisindədirlər. 177. Yaxşı əməl heçsə ibadət vaxtı üzünü gün çıxana və ya gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə və mələklərə, kitaba, Allahın nazil etdiyi bütün ilahi kitablara və peyğəmbərlərə inanan, Allaha məhəbbət yolunda və ya mal dövlətini çox sevməsinə baxmayaraq, malını kasıb, qohum-əqrabaya, yetimlərə, yoxsullara, pulu qurtarıb yolda qalan müsafirə, yolçulara, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə, əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə, ehtiyac yaxud xəstəlik üz verdikdə və cihad zamanı məşəqqətlərə səbr edənlərdir. İmanların da sözlərində və əməllərində doğru olanlardır. Müttəqi olanlar da onlardır. Bir dəqiqəyə gəlirəm dostlar. Bəli dostlar, buradayım. 178. İman gətirənlər. Qəsdən öldürülən şəxslər sizin üçün qisas almaq hökmü qərarı alındı, vacib oldu. Azad şəxsi, qulu, qadını əvəzində öldürə bilərsiniz. Öldürülən şəxsin qardaşı, varisi tərəfindən müəyyən bir şey qan bahası müqabilində bağışlanmış. Qatillə adətə görə yaxşı rəftar edilməlidir. Bağışlanmış qatillə yaxşılıqla qan sahiblərinə diyə qan bahası verməlidir. Bu, qisası qan bahası ilə əvəz etmək hökmü Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan diyə müqabilində bağışlamaqdan sonra təcavüzkarlıq edən, qatili öldürən və ya onun qohum qardaşı ilə düşmənçilik edən kimsəni qiyamətdə şiddətli əzab gözləyir. 179. Ey ağıl sahibləri, bu qisas
sizin üçün həyat deməkdir. Ola bilsin bununla pis əməldə qətildən çəkilərsiniz. 180. Sizin hər birinizi ölüm haqqla yazama qoyub gedəcəyiniz malda valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə malın 1/3-dən çox olmamaq şərti ilə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə bu vacibdir. 181. Ölənin vəsiyyətini eşitdikdən sonra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz Allah hər şeyi eşidəndir, biləndir. 182. Hər kəs vəsiyyət edənin öz vəsiyyəti ilə səhv etməsindən və ya günaha batmasından ehtiyat edib, ədalət naminə vəsiyyətdə dəyişiklik edərsə, varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir. 183. İman gətirənlər, oruç tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bunun vasitəsilə siz pis əməllərdən çəkiləsiniz. 184. Oruç tutmaq sayı müəyyən olan bir ay günlərdir. Bu günlərdə sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərlə oruç tutmalıdır. Oruç tutmağa taqəti olmayanlar isə hər gün əvəzində bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, həm oruç tutub, həm fidyə verərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruç tutmaq sizin üçün nə qədər xeyirlidir. 185. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir. Aya Ramazan ayına yetişən şəxslər bu ayı oruç tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönətməsinə görə ona Allahu Əkbər deməklə təzim və şükür edəsiniz. 186. Ya Rəsulum, bəndələrim məni səndən soruşduqda söylə ki, mən onlara yaxınam, dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib, mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər. 187. Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar siz də onların libasısınız. Bir-birinizə həddindən artıq yaxınsınız. Allah sizin özünüzə pislik, xəyanət etdiyinizi, yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi bilib, tövbələrinizi qəbul edərək sizi bağışladı və artıq siz onlara yaxınlaşın. Allahın sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca ağ sap, qara sapdan fərqlənincəyə qədər yeyib için, sonra gecəyə qədər orucunuzu tamamlayın. Məscidlərdə, ibadətdə, etikafda olduğunuz zaman onlarla, qadınlarınızla yaxınlıq etməyin. Bu hökmlər Allahın ədləridir. Bunları aşmayın. Allah insanlara hökmlərini bu cür bildirir ki, bəlkə müttəqi olsunlar. 188. Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini, onun sizə haram olduğunu bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu, malınızı hakimlərə rüşvət verməyin. 189. Ya Rəsulum, yeni doğan aylar, hilal barəsində səndən sual edirdikdə söylə ki, bunlar insanların istifadəsi və hədd üçün vaxt ölçülərdir. Evlərinizə cahiliyyət dövründə olduğu kimi arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş pis əməllərdən çəkilən kimsənin əməlidir. Evlərə qapılardan daxil olun və Allahdan qorxun ki, nicat tapasınız. 190. Ey möminlər! Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun. Lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz. 191. Onları Məkkə müşriklərini harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdə Məkkədə siz də onları çıxardı. Fitnə, müşriklərin fitnəsi qətildən daha şiddətlidir. Onlar sizinlə Məscidül Həram yanında vuruşmayınca siz də onlarla orada vuruşmayın.
Əgər orada sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur. 192. Əgər onlar vuruşda və Allaha şərik qoşmaqdan vaz keçərlərsə, şübhəsiz Allah bağışlayandır, rəhm edəndir. 193. Fitnə, müşriklərin fitləsi aradan qalxana qədər və din, ibadət ancaq Allaha məxsus edilərdə onlarla vuruşun. Əgər onlar bu cür hərəkətlərə son qoyarlarsa, siz də onlarla vuruşmaqdan vaz keçin. Çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur. 194. Döyüş haram olan ay, Hicrətin 7-ci ilin Zülqədə ayı, döyüş haram olan ay, Hicrətin 6-cı ilin Zülqədə ayı müqabilindədir. Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın. Cavab verin. Allahdan qorxun, qədərindən artıq əvəz çıxmayın və bilin ki, Allah müttəqilərlədir. 195. Malınızı Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin. Allah yaxşılıq, ehsan edənləri sevir. 196. Allahdan ötürü həcc və ümrə, kiçik həcc əməllərini tam yerinə yetirin. Yetirin. Əgər arada sizə maneçilik olarsa, sizə müyəssər olan bir qurbanlıq göndərin. Qurbanlıq öz yerinə binaya çatıncaya qədər başınızı qıxdırmayın. Əgər ihramda ikən ziyarət zamanı sizdən xəstələnən yaxud baş ağrısı tutulub əziyyət çəkən olarsa, belə şəxs başını qıxdırmaq əvəzində fidyə olaraq 3 gün oruç tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. Maneçiliyi aradan qalxmasına əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətində istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində 3 gün və vətənində qayıdandan sonra 7 gün oruç tutmalıdırlar ki, bu da tam 13 gün edir. Bu, ümrə ziyarəti ailəsi və Məscidül Həramda, Məkkədə və ətrafında sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir. Hə? Və gəldik, gördüyünüz kimi davam edirik. 197. Həcc mövsümü məlum olan aylardır. Şəvval, Zülqədə ayları və Zilhiccənin 1-ci 10 günü. Həmin aylarda həcc ziyarəti vacib olan, həcci özdə vacib bilən şəxsdə həccdə olarkən qadınla yaxınlıq, söyüş, pis sözlər danışmaq, davadalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. Həcc və ya axirət üçün tədarük görün. Ən yaxşı tədarük, azuqə isə təqvadır, pis əməllərdən çəkinməkdir. Ey ağıl sahibləri, məndən qorxun. 198. Həcc mövsümündə Rəbbinizdən ticarətlə ruzi diləməniz sizin üçün günah deyildir. Ərafatdan qayıdarkən Məşərül Haramda Allah xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün onu yana salın, ona dua edin. Çünki siz bundan əvvəl doğru yolu azanlardan idiniz. 199. Sonra cemaatın döndüyü yerdə siz də dönün. Allahdan bağışlanmaq diləyin. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir. 200. Həcc mərasimini tamamlayıb qurtardıqda keçmişdə ata-babalarınız yadınıza saldığınız kimi onlardan da artıq Allahı yad edin. İnsanların bəzisi, ey Rəbbimiz, bizə nə verəcəksənsə elə bu dünyada ver deyirlər. Belə şəxslərin ahirətdə heç bir payı yoxdur. 201. Bəziləri isə, ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver. Bizi cəhənnəm əzabından qoru deyirlər. Belə şəxsləri, 202, belə şəxsləri qazandıqları əməllərə görə axirətdə mükafat gözləyir. Allah tezliklə haqq hesab çəkəndir. 203. Ey hacılar, sayı bəlli olan günlərdə Mina dağında Allahı yada salın, təkbirlə zikr edin. Tələsərək 2 gündə Zilhiccənin 11-ci və 12-ci günlərində Minadan Məkkəyə qaydana heç bir günah gəlməz. Eləcə də Yumadana Zilhiccənin 13-cü günü Minada qalana heç bir günah tutulmaz. Bu
Günah tutulmaması müttəqilərə aiddir. Allahdan qorxu və onun yanında, huzurunda toplanacağınızı bilin. 204. Ya Rəsulum, insanların eləsi vardır ki, onun dünya həyatı haqqında sözləri sənin xoşuna gələr. O, qəlbində olana da, dili ilə ürəyinin bir olmasına Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qəddarıdır. 205. O şəxs səndən ayrılan kimi yer üzündə fitnə fəsad törətməyə, əkli və nəsli İslam cəmiyyətini məhv etməyə çalışar. Halbuki Allah fitnə fəsadı sevməz. 206. Ona Allahdan qorx deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir. 207. İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda Allah rızası üçün öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır. 208. Ey iman gətirənlər, hamınız bir yerdə sülhə, İslama gəlin, şeytanın yolu ilə getməyin. Çünki o, sizin açıq düşməninizdir. 209. Əgər bu qədər aşkar dəlil, ayələr gəldikdən sonra siz yenə də doğru yoldan azarsınızsa, o zaman bilin ki, Allahla qüvvət, hikmət sahibidir. 210. Yoxsa onlar Allahın qəzəbinin bulud kölgələri içində mələklərlə, əzab mələkləri ilə gəlməsini və işin tamam olmasını, özlərinin məhv edilməsini gözləyirlər. Şübhəsiz ki, bütün işlər axırda Allaha qayıdacaqdır. Və bu da sondur artıq, burada bitirirəm. 211. Ya Rəsulum, İsrail övladından xəbər al ki, biz onlara Musa Peyğəmbər vasitəsilə nə qədər açıq dəlillər göndərdik. Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir. Yenə də bunu oxuyacağıq. Və bugünkü videomuzda bu qədər idi. Əgər videomu sizə bəyənməyi və kanalıma abunə olmalı və bildirimləri açmağı sizə görürəm. Tekrarda yeni bir videoda görüşənədək. Hələlik.